Sabahdan idmana başlayacağam, sağlam qidalanmağa başlayacağam, pəhriz tutacağam ya da ingilis dilimi mükəmməl səviyyəyə çatdıracağam deyib, amma hər axşam yerinə girəndə telefonunla Instagram ya da TikTokda reelsləri izləyirsənsə, bu video sənin üçündür. Niyə başqaları irəli gedərkən sən yerində sayırsan? Bunun səbəbi sənin arzularını, xəyallarını reallaşdıra bilməyin üçün lazım olan enerjinin kifayət qədər olmamasıdır. Bu enerji nədir axı? İllərdir eşidirik. Hər yerdən bütün məlumatlar internetdən, sosial mediadan, kitablardan, amma bəlkə də həyatımızda bu enerji məsələsini olduğu kimi tətbiq edə bilmirik. Enerji əslində sanki bir maşının mühərrikidir və maşının idarə olunması üçün mütləq onun mühərrikinin yaxşı işləməsi lazımdır. Biz insanlar da bu dırnaqarası mühərriklə doğuluruq. Sadəcə ona bəzən yaxşı baxmırıq, bəzən onu dinləmirik, bəzən onu ustaya aparmırıq və zamanla bu xarab olmağa başlayır və maşın getməməyə başlayır. Gəlin indi bizim öz həyatımızda bizdən enerji alan məqamlara baxaq. Birinci məqam yuxusuzluq. Ümumiyyətlə yuxu insanın bədənindən, yəni istirahətindən daha çox beyninin özünü bərpa etməsi üçündür. Yəni gün ərzində bizim bütün vücudumuzu idarə edən beyin dincəlmək üçün yuxuya ehtiyac duyur. Təsəvvür edin ki, siz il ərzində işləmisiniz, heç dincəlməmisiniz və tətilə getmək istəyərkən müdiriniz gəlir sizə deyir ki, 5 ay daha işləməlisən. Belə olduğu təqdirdə siz necə hiss edərsiniz? Sizin məhsuldarlığınız hansı səviyyədə olar? Əlbəttə ki, insan dincəlmədiyi zaman həm emosional, həm fiziki, həm də zehinsel olaraq gərgin hiss edir özünü. Və yaxud da ki, telefonunuzun yaddaşı dolu və siz onun içinə yeni şəkillər yükləməyə çalışırsınız. Telefon bu zaman ya qızır, ya donur, ya ilişir. Dolayısıyla öz funksiyasını normal vəziyyətdən daha pis icra edir. İnsan da belədir. Yuxu zamanı beyin lazımsız informasiyanı silir, vacib bilgiləri möhkəmləndirir, yəni yaddaşa yazır. Eyni zamanda sinir sistemini optimallaşdırır. Ümumiyyətlə müasir zamanda neuroelm sahəsi göstərir ki, keyfiyyətli yuxu bizim immun sistemimizə, gün ərzindəki əhval-ruhiyyəmizə, emosional vəziyyətimizə olduqca təsir edir. Alimlər sübut ediblər ki, hətta bir neçə gün keyfiyyətsiz yuxu yatdığımız zaman bizim bədənimiz stres hormonu olan kortizolu ifraz edir və kortizol bədəndə ifraz olunduğu zaman biz daha stresli hiss edirik, qərar vermədə çətinlik çəkirik, impulsiv reaksiyalar veririk. Dolayısıyla bu bizim həm münasibətlərimizə neqativ təsir edir, həm də bizim bütün sahələrdə olan yaradıcılığımıza. Necə bilə bilərik ki, biz yuxunu keyfiyyətli alırıq, yoxsa almırıq? Bunun üçün sizə bir neçə punkt deyəcəm. Əgər səhərlər oyananda əhval-ruhiyyəsiz, keyfsiz, yorğun oyanırsınızsa və ya gün ərzində fokusunuzu tez-tez itirirsinizsə, günün içində stresli vəziyyətlərdə özünüzü idarə edə bilmirsinizsə, səbirsiz olursunuzsa, tez qıcıqlanırsınızsa, bu o deməkdir ki, artıq bədən kifayət qədər yuxu almayıb. Və ən pisi də odur ki, gecə yatdığı zaman insan özünü gün ərzində sanki heç nə etməmiş kimi hiss eləyir. Keyfiyyətli yuxu üçün sadəcə kontrolü geri almaq lazımdır. Unutmayın ki, hər şeyi tənzimləyə bilən tək insan sadəcə sizsiz. Doğru saatda yatdığınız, doğru saatda oyandığınız zaman zehniniz sanki istirahət edir, dincəlir, gücünü bərpa edir və siz artıq günə doğru şəkildə başlamış olursunuz. İkinci məqam yanlış qidalanma. Yediyimiz hər bir qidanın özünə məxsus bir enerjisi var. Yediyimiz qidalar nə qədər təbii, orqanik olarsa, bunu bədənimizə daxil etdiyimiz zaman daha çox enerji də əldə etmiş olarıq. Amma bir neçə dəfə istehsaldan keçən zərərli tərkibli qidalar bizim nəinki sağlamlığımıza zərər verir, eyni zamanda bizim enerjimizi də aşağı salır. Çünki biz insan olaraq enerjini bir neçə hissədən alırıq. Bu biri bizim bədənimiz, digəri bizim zehnimiz, üçüncüsü isə bizim ruhumuzdur. Bədənimizin də ala biləcəyi enerjiləri sağlam və orqanik edəriksə, alacağımız dəstək də daha çox olar. Yediyimiz qidaları bir müddətdən sonra parçalanır və bizim bədənimizdə həm bizim mental vəziyyətimizə, həm sağlamlığımıza ya müsbət ya da mənfi təsir etməyə başlayır. Həmişə seçim bizimdir. Qidanı seçdiyimiz zaman şuuri seçim edirik, yoxsa anlıq, qısa müddətli və həzz fokuslu qidalarımı seçirik.
Konservalar, çipslər, fast foodlar, enerji yüksəldən içkilər qısa zamanda bizə böyük həzz verir, amma bir müddətdən sonra sanki heç nə etməyə enerji tapa bilmirik. Çünki bunlar bədənə ani yüksək enerji verir, qısa zamanda da bu enerjini dərhal azaldır. Ona görə də gün ərzində məhsuldar olmaq istəyiriksə, həyatımızı keyfiyyətli yaşamaq istəyiriksə, şəxsiyyətimizi o arzuladığımız vəziyyətə çatdırmaq istəyiriksə, ən azından 80-in 20-yə qanunundan qidalanmada da istifadə etməliyik. Yəni 80% sağlam qidalar seçdiyimiz zaman bədən 20% zərərli və yaxud da arada ingilislərin dediyi cheating et dediyi qidaları asanlıqla həzm edə bilir. Ümumiyyətlə zərərli qidalar bizdə bir növ asıllıq yaradır və bu bizim xarakterimizə dönməyə başlayır. Yəni əgər biz unlu məmulatlara, karbohidrata, şəkərə, şirniyyata, zərərli olan fast foodlara yox deyə bilmiriksə, zamanla bu proqram bizim beynimizdə formalaşır və biz həyatda sanki nədənsə asılı olmağı seçirik. Amma digər tərəfdən baxdığımızda, kontrolu əlimizə aldığımızda, yediklərimizi belə seçmə qərarına sahib olduğumuzda, kontrol hissi sanki bizə geri qayıdır, özünə inam geri qayıdır və bu bizim başqa davranışlarımıza da yansımağa başlayır. Təsəvvür edin ki, hər gün bizim hər birimizin oyanarkən bir çəni olur və bu çənin içində yanacaqla dolu şəkildə oyanırıq. Oyandığımız zaman təbii ki, burada doğru yatmağın çox böyük təsiri var. Deyək ki, yuxu saatımız düzgün şəkildə olub və biz şux şəkildə yerimizdən oyanmışıq. Bu çəndəki yanacağı necə istifadə etmək artıq bizimlə bağlıdır. Gəlin baxaq. Bu yanacaq əgər səhər oyanan kimi dərhal bizə aid olmayan istiqamətə istifadə olunursa, bu zaman enerji bizdən axmağa başlayır. Yəni səhər oyandığınız zaman ilk işiniz heç dünyaya adaptasiya olmadan, öz həyatınıza fokuslanmadan əlinizə telefonu alıb videolara baxmaq, başqa xəbərlər oxumaq, sizə aid olmayan bilgilər əldə etməkdirsə, artıq siz sahib olduğunuz çənin içindəki yanacağı axıtmağa başlayırsınız. Və bu yanacaq sizə lazım olan istiqamətə axmır. Sadəcə tökülür və sizə qalmır. Biz nə etməliyik? Səhəri düzgün şəkildə planlaşdırmalıyıq. Səhər oyandığınız zaman ən az ilk 1 saatda ümumiyyətlə əlinizə telefon almayın və çalışın ki, özünüzlə, öz bədəninizlə, zehninizlə təmasa keçəsiniz. Bunun üçün nə edə bilərsiniz? Gözünüzü açar-açmaz dərin nəfəs texnikaları edin. Bir neçə saniyə nəfəsinizi alın, 4 saniyə saxlayın, 6 saniyə buraxın. Zehin daha çox açılmağa başlayır, bədən daha çox oyanmağa başlayır və siz daha gümrah şəkildə günə başlayırsınız. Nəfəs texnikasından sonra edə biləcəyiniz ən böyük yaxşılıq səhər durarkən ac qarına isti su qəbul etməyinizdir. Əgər siz yarım litr su içə bilsəniz, bədəninizin, orqanlarınızın gün içində daha yaxşı işləməsinə kömək edəcəksiniz. Və mütləq səhərlər zehninizi gün ərzində edəcəyiniz planlara, işlərə fokuslayın. Yəni öz həyatınıza fokuslayın. Beləliklə, siz uzun zamandır ki, etmək istəyib edə bilmədiklərinizi gündəminizə gətirəcəksiniz. Boş zehinlə artıq nə istədiyinizə qərar verə biləcəksiniz. Bu da böyük rəsmdə sizin həyatda çatmaq istədiyiniz arzulara doğru sizi addım-addım aparacaq. Seçə bilmək üçün bizim bunu dərk etməyimiz lazımdır. Səhər oyandıqdan sonra ailə üzvlərimizlə, daha sonra bəlkə dostlarımızla, partnyorumuzla, iş yoldaşlarımızla və ya tanıdığımız, tanımadığımız insanlarla rastlaşırıq. Onların dediyi hər hansısa bir söz, cümlə sizə xoş gəlməyə bilər və ya bir tənqid eşidə bilərsiniz. Hətta bəlkə heç tənqid belə eşitmədən, sadəcə birinin etdiyi bir davranış belə sizə təsir edə bilər. Bu zaman gəlin baxaq. Onun davranışı, onun cümləsi ona aiddir, yoxsa mənə aiddir? Mənim verdiyim reaksiya mənə aiddir, yoxsa ona aid? Yəni əgər biz başqasının bizdə yaratdığı neqativ duyğuya cavab olaraq neqativ reaksiya verəriksə, bu neqativi həyatımıza böyütmüş olarıq və daha çox məsələləri şəxsi qəbul etdikcə, detallara girdikcə, insanların hər sözünə həddən artıq çox enerji verdikcə, günün sonunda biz baxırıq ki, biz özümüzlə bağlı heç bir şey etməmişik. Amma əslində bizim şansımız var ki, reaksiyalarımızı dəyişək. Yəni sanki o bayaqki çəni xatırlayaq. Günün davamı olaraq o çəndəki yanacağı necə istifadə edirsiniz? Yanlış reaksiyalarımız bizim bu çənimizdə olan yanacağı boşaltmağa davam edir. Hansı ki, bu yenə də bizə istifadə olunmur. Reaksiyaları dəyişməyin iki əsas yolu var. Birincisi, baxış bucağını dəyişmək.
Yəni həmin insana, məsələyə olan baxışınızı dəyişdirirsiniz. Birincisi, qarşımdakı insanın hətta mənə bir irad bildirməsi mənim bəlkə də elə olduğum anlamına gəlmir. Bu düşüncə belə bizi rahatlaşdıra bilər. İkincisi, mənim verdiyim reaksiya mənim daxilimdəki hansısa bir duyğumu basır və mən insana deyil, öz duyğuma fokuslanmalıyam demək belə bizi sakitləşdirə bilər. Üçüncüsü, insanların fikirlərini, onların düşüncələrini idarə edə bilmərik və hər şeyə olduğu kimi baxdığımız zaman, onu olduğu kimi qəbul etdiyimiz zaman daha çox rahatlaşma enerjisinə keçirik. Bu da bizdən enerji israfının qarşısını alır. İkincisi isə bizim üçün şəxsi inkişaf etmək üçün bir fürsət yaranır. Ümumiyyətlə unutmayın, özünü dəyişdirmək istəyən hər insan hadisələrə fürsət kimi baxır. Biz bəzən öz reaksiyamıza da, aha, deməli məndə bu qıcıq yaradırsa, məndə bu qəzəb yaradırsa, daxilimdə hansı proqramı mənə göstərir, siqnalını verir və ikinci olaraq da bununla bağlı hər hansısa bir sessiya, mentorluq, terapiya aldığınız zaman da siz daha balanslı bir insan vəziyyətinə gəlmiş olacaqsınız və əvvəl verdiyiniz o şiddətli reaksiyaları verməməyə başlayacaqsınız. Deyək ki, yaxşı yatdıq, sağlam qidalandıq, amma günün içində yenə də enerjimiz yüksək deyil. Bu bizim beynimizin arxa hissəsində bizim üçün həll olunmayan hadisələrin, insanların, ilişib qaldığımız duyğuların bizi yükləməsidir. Yəni təsəvvür edin ki, siz 1 kilometrlik bir yol qaçmaq istəyirsiniz, amma çiyinlərinizdə 50 kiloqramlıq daşlar var. Yəni bu daşlarla birlikdə qaçan insanla, bu daşları kənara qoyub qaçan insanın sizcə nə qədər fərqi olar? Və bizim beynimizdə keçmişdə həll edə bilmədiyimiz, ilişib qalan, qınadığımız, bağışlamadığımız, öfkələndiyimiz insanlar və hadisələr o daşlar kimidir. Biz bunları kənara qoya bilməsək, öz istədiyimiz hədəfə də çata bilməyəcəyik. Bu daşları kənara qoymağın iki əsas yolu var. Birincisi, baxış bucağımız. Bütün yaşanılanlara, hadisələrə, insanlara olan baxış bucağımızın dəyişməsi. Bu hadisə mənə nə öyrətdi sualını qəlbən verə bilmək. Həqiqətən idrak etmək istəmək. Yəni artıq detalda qalmaq deyil də rəsmə daha yuxarıdan baxma istəyi. Bu zaman biz başa düşürük ki, bu hadisə əslində mənim həyatda bir pillə irəli qalxmağım üçün, məni böyütmək üçün baş verdi. Saxladığım heç bir neqativ duyğu mənə xidmət etmir və bəlkə də bütün bunlar əslində olmalı idi. Bəlkə sadəcə təslim olmalıyam ya da sadəcə buraxmalıyam. Bəlkə mənim ruhum buraxmağı, qəbul etməyi öyrənmək üçün bu hadisəni yaşadı. Belə düşündüyümüz zaman bu düşüncə belə hansısa bir yükü bizim çiyinlərimizdən götürür və biz daha hüzurlu, daxili balansa gəlmiş bir insan halına çatırıq. İkinci məqam terapiya. Hər hansısa bir mövzu sizi uzun zamandır narahat edirsə, illərlə eyni məsələdə ilişib qalmısınızsa, nə isə buraxa bilməmisinizsə, bilin ki, bunun professional dəstək bir yolu var. Yəni bəlkə də siz bunun yolunu bilmirsiniz sadəcə. Amma dəyişimə, inkişafa, həyatı daha yaxşı yaşamağa bir fürsət açmaq lazımdır. Siz istəmədiyiniz halda heç kim sizə kömək edə bilməz. Köməyə açıq olmaq və professional dəstək almaq sizin bəlkə də illərlə saxladığınız bir duyğunu bir saat içində dəyişə bilər. Və bu zamanda yüklərinizdən təmizlənmiş olarsınız və daha çox enerjiniz özünüzə qayıdar. Beşinci məqam hərəkətsizlik. Biz bilirik ki, enerji itmir, bir formadan başqa bir formaya keçir. Fizika elmi bizə bunu öyrədir və biz bunu həyatımıza necə tətbiq edə bilərik sualını özümüzə verməliyik. Gəlin baxaq. Ən xeyirli bir maddədən danışaq, sudan. Su dünyada hər birimizə lazım olan, bütün canlılara lazım olan bir maddədir. Lakin bəzən su belə bir yerdə çox qaldığı zaman durulmağa başlayır, durğunlaşmağa başlayır. Hətta müəyyən zaman sonra qoxu gəlməyə başlayır, tərkibi dəyişir. Yəni sanki suyun özünün belə hərəkətə ehtiyacı var. Çünki təsəvvür edin, dünya dönür, daim hərəkətdədir. Ürəyimiz döyünür, daim hərəkətdədir. Biz daim hərəkət edirik. Yəni hərəkət dayansa sanki hər şey bir anlıq dayanar. Ürəyimizin dayanacağı kimi, dünyanın sonunun gələcəyi kimi. Demək ki, hərəkət əslində var olmanın özüdür. Biz beynimizin içində düşünüb həyatda hərəkət etmədiyimiz zaman durğunlaşmağa başlayırıq. Biz fiziki bədənimizi hərəkət etdirmədiyimiz zaman yorulmağa başlayırıq. Yorulmağımızın səbəbi çox hərəkət etmək deyil, bəlkə də hərəkətsizliyin özüdür. Buna görə də diqqət edin, gündəlik həyatınızın içində fiziki olaraq bədəninizin hərəkətliliyinə nə qədər zaman ayırırsınız?
Çünki insan 3 sistemdən ibarətdir: bədən, zehin, ruh və bu üçü birlikdə əslində bizi bütünləşdirir. Biz bədənimizi hərəkət etdirdiyimizi düşündüyümüz zaman əslində zehnimizi rahatlaşdırırıq. Dolayısıyla bizim ruh halımız yüksəlir. Hətta müəyyən xoşbəxtlik hormonları bizdən ifraz olunur. Çox zaman diqqət eləmisinizsə, hətta yorğun olduğumuzda idman edirik, amma daha çox enerji gəlir bizə və daha çox bir şey etmək istəyirik. Demək ki, əslində sadəcə bədənimizə deyil, ruhumuza və zehnimizə də xidmət etmiş oluruq. Sizə sadəcə bir nümunə deyəcəm. Özünüzü təsəvvür edin. Bir çətinliyi düşünürsüz. Bunu oturmusunuz düşünürsüz və ya uzanmısınız düşünürsüz. Bir də eyni çətinliyi gəzərkən, piyada gəzirsiniz, təbiətdə gəzirsiniz düşünürsüz. Sübut olunub ki, insan gəzərkən, hətta çətin bir məsələni, onun üçün problemi belə düşünərkən daha tez həll etmə yolunu tapmağa başlayır. Amma durğun vəziyyətdə o problemi düşündüyü zaman daha da sistem qarışır, bulanıqlaşır, daha da xaotik bir vəziyyətə gəlib çatırıq. Çünki hərəkət sanki o düyünləri zehnimizdə açır və biz qısa yolu tapmağa başlayırıq. Bunun üçün həyatınızda, günün içində, rutində hərəkətə mütləq yer ayırın. Bu mütləq fitness zalı olmaya bilər. Hal-hazırda çox fürsətlərimiz var. Biz yürüyüş edə bilərik, parkda gəzə bilərik və yaxud da evdə YouTube-u açıb orada müəyyən pulsuz bizə verilən idman nümunələrinə baxaraq evdə belə məşq edə bilərik. Önəmli olan daxildən bu istəyin gəlməsidir. 6-cı məqam insanlara yox deyə bilməmək. Bu zaman nə baş verir? Düşünün ki, siz bir ölkəsiz, sizin sərhədləriniz var. Bəli, siz dünyada var olan bir ölkəsiz. Sizinlə paralel başqa ölkələr də var. Amma bu sizin sərhədlərinizin olmaması anlamına gəlmir. Sanki bu sərhədlər əslində sizi müstəqil edir, sizi qoruyur. Daxili qanunvericiliyiniz olur, daxili sisteminiz olur və daxili hakimiyyətiniz olur. Beləliklə başqa ölkələrdə sizə hörmət etməyə başlayır. Lakin təsəvvür edin ki, sizin sərhədləriniz tez-tez dəyişir, müəyyən deyil və istər qonşu, istər başqa ölkələr istədiyi şəkildə sizə müdaxilə etməyə başlayır. Bu zaman nə baş verər? Bir ölkənin həm müstəqilliyi, həm iqtisadiyyatı, həm siyasəti get-gedə tənəzzülə uğramağa başlayır. Bu ölkə sanki bizik və bizim də həyatımızda şəxsi sərhədlərimiz var. Biz bəzən yox deyə bilmədiyimiz zaman, bəzən istəmədiyimiz şeylərə məruz qalıb, o sərhədlərimizi qırdığımız zaman eyni bu ölkə kimi müstəqilliyimizi itirə bilirik. Bu əslində bizim başqa ölkələrə kömək etməyəcəyimiz anlamına gəlmir, dəstək olmayacağımız anlamına gəlmir. Lakin daxildən güclənən bir ölkə xarici təsirə çox məruz qalmır. Biz də insan olaraq daxildən dəyərlərimizi, özümüzü, nə istədiyimizi tapa bildiyimiz zaman xarici təsirə çox da məruz qalmırıq. Gəlin indi baxaq bunun yox deyə bilməklə əlaqəsini. Yox deyə bilməməyin altında günahkarlıq hissi yata bilər. Vicdan əzabı yata bilər. Yəni birini geri çevirməyin bizdə yaratdığı duyğulara baxmalıyıq. Mən onu geri çevirsəm nə olar? Bu sualı özünüzə vermisiniz. Onu geri çevirsəz nə baş verəcək? Çünki siz özünüzü pis hiss eləyəcəksiniz və günahkarlıq hissi, pis insan kimi görsənmə qorxusu, bəlkə də sevilməmə qorxusu yaranır. Bunun qaynağı o insanlar deyil. Bunun qaynağı bizik. Bəlkə bizim uşaqlığımız, bəlkə bizim yeniyetməlik dövrümüz, bəlkə bizim son 5 il öncə yaşadığımız hadisələr bizdə belə bir inanc formalaşdırılıb. Bu sanki biraz özünü şərtli sevməyə bənzəyir. Hər kəsə hə deməliyəm ki, mən var ola bilim, mən sevilim, mən görülüm. Amma birinci özünüzə sahib çıxmağı öyrənin. Əlbəttə ki, bu başqa insanlara hər zaman yox deyəcəyimiz, insanları sevməyəcəyimiz anlamına gəlmir. Bəzən öz sevgi ilə ego qarışdırılır. Bu incə bir çizgidir. Amma gəlin həqiqi mənə sahib olan, həqiqi sərhədlərə sahib olan insanın nümunəsinə bax. Bu insanlar saatlarını özləri idarə edir. Bu insanlar günlərini özləri idarə edir. Bu insanlar seçimlərini özləri idarə edir. Saat neçədə yatacaqlar, neçədə duracaqlar, hansı qidanı qəbul edəcəklər, hansını etməyəcəklər, hansı ortama girəcəklər və hansına girməyəcəklər. Nə etmək istədiyini də, istəmədiyini də bilən insan tam bir şəxsiyyət halına gəlib çatır və onun enerjisi daha təsərrüflü istifadə olunur və çənindəki o yanacağı doğru şəkildə, gözəl şəkildə idarə edə bildiyi üçün hər zaman bu yanacaq davamlı şəkildə gəlir və o yanacağı faydalı şeylərə istifadə etdiyi üçün həm özünə, həm başqalarına fayda vermiş olur. Yox deyə bilmək ayıb deyil. Yox deyə bilmək özünə hörmətdir.
Bəzən sadəcə öz sərhədlərini tanımağı bilməlisən və bunu qoruya bildikcə başqaları ilə də gözəl və davamlı bir münasibətin olur. Hamımız bu həyata gəlmişiksə, demək ki, bu həyatda bir şeylər yarada bilərik. Boşuna gəlməmişik. Bu dünyada var olmalı olduğumuz üçün gəlmişik. Və bunun üçün bizə verilən o təmənnasız hədiyyəni, yəni enerjimizi düzgün şəkildə istifadə etməyi öyrənsək, həm özümüzə, həm dünyaya faydalı birinə dönərək, həm maddi, həm mənəvi doyum yaşamış ola bilərik. Bəlkə bu anki şərtləri siz seçməmisiniz, amma bundan sonra siz seçə bilərsiniz. Həyatınızın sükanının arxasına siz keçdiyiniz təqdirdə istədiyiniz məntəqəyə də çata biləcəksiniz.